Restoranda qız uşağını uşaq geyimi kimi deyil, bar, klub qadınlarının geyimi kimi yarıçılpaq geyindirib bədəninin hissələrini nümayiş etdirəcək formada səhnəyə çıxardıb oynatdılar. Gəlin videoya baxaq. Elvin Can adlı bu kişi müğənni adətən masajist, rəqqasə və başqa adlarda fəaliyyət göstərən yarıçılpaq geyimli qadınları səhnəyə çıxardıb diqqəti onlara cəlb edərək oradan özünə müştəri, sevgili və ya hər nə isə tapmasına köməyi ilə populyarlıq qazanıb. Bu nə biabırçılıqdır? Uşaqlardan belə istifadə etmək olar? Yaşına uyğun olmayan sözlərlə, rəqslə böyüyən bir qızın gələcəyi necə olacaq? Ayıb deyil, utanmırsınız. İndidən uşağa nə öyrədirsiniz? Onun valideynləri utanmırsınız. Ailə dəyərləri, mental dəyərlər harada qaldı? Restoran rəhbərliyi belə dırnaqarası şoularla pul qazanmaq olar. Öz ailənizi, uşaqlarınızı belə formada səhnəyə çıxardarsınız. Buradan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, aidiyyatı qurumlara səslənirəm. Xahiş edirəm ki, bu adam və restoran rəhbərliyi ciddi cəzalandırılsın. Valideynlərinə ciddi cəza verilsin. Onlara valideyn məsuliyyətləri öyrədilsin. Uşaqlardan belə formada istifadə olunmasının qarşısı mütləq alınsın. Əziz izləyicilər, sizcə belə insanlara hansı cəzanı vermək lazımdır?